Hər kəsə salam. Demək, metallarda və qeyri-metallarda minimum və maksimum oksidaşma dərəcəsi nəyə əsasən müəyyən edilir? Metallarda maksimum oksidaşma dərəcəsi qrupun nömrəsinə uyğun gəlir. Amma minimum oksidaşma dərəcəsi sıfırdır. Məsələn, natrium birinci qrupda yerləşir və onun maksimum oksidaşma dərəcəsi müsbət 1-dir. Amma minimumu sıfırdır. Əgər element minimum oksidaşma dərəcəsi göstərsə, bu zaman olur yalnız reduksiya edici. Maksimum göstərdikdə olur yalnız oksidləşdirici. Aralıq qiymətlərdə isə həm oksidləşdirici, həm də reduksiya edici olur. Məsələn, natrium. Natrium tək halda 0, maksimum isə müsbət 1 oksidləşmə dərəcəsi göstərir. Minimumunda yalnız reduksiya edici, maksimum isə yalnız oksidləşdirici olur. Həmçinin alüminiumda minimum 0-dır, maksimum müsbət 3. Müsbət 3-də yalnız oksidləşdirici, minimum 0-da isə yalnız reduksiya edici olur. Yəni burada aralıq yoxdur. Qeyri-metallar isə maksimum oksidləşmə dərəcəsi qrupun nömrəsinə uyğun gəlir metallar kimi. Amma onların minimum oksidləşmə dərəcəsini tapdıqda qrupun nömrəsindən 8-i çıxırıq. Məsələn, xlor 7-ci qrupda yerləşir. Demək, onun maksimum oksidləşmə dərəcəsi qrupunun nömrəsi olan müsbət 7-dir. Amma minimumu tapanda qrupunun nömrəsinə, yəni 7-dən 8-i çıxırıq, -1. Həqiqətən də xlor -1, 0, müsbət 1, 3, 5 və müsbət 7 oksidləşmə dərəcələri göstərir. Minimum qiyməti olan -1-də yalnız reduksiya edici, maksimum qiyməti olan müsbət 7-də yalnız oksidləşdirici olduğu halda, bu aralıq qiymətlərdə isə o həm oksidləşdirici, həm də reduksiya edici olur. Lakin qeyri-metallarda 3 qeyri-metalımız var ki, flor, oksigen, hidrogen. Bunlar deyilənlərə tabe olmur. Nə baxımdan? Yəni, bunların, məsələn, flor. Maksimum oksidləşmə dərəcəsi, biz deyirik qeyri-metalların maksimum oksidləşmə dərəcəsi qrupun nömrəsinə uyğun gəlir. Amma florun qrupu 7 olsa da maksimum oksidləşmə dərəcəsi 0-dır. Amma minimumu -1-dir. Yəni, o -1, 0 oksidləşmə dərəcələri göstərir. Oksigen 6-cı qrupda yerləşsə də maksimum oksidləşmə dərəcəsi 6 deyil, müsbət 2-dir. Minimumu isə -2-dir. Hidrogen. Hidrogeni biz həm 1, həm 7-ci qrupda yerləşdiyini deyirik. Nəyə görə? Çünki o metallarla birləşmələrində 7-ci qrup elementləri kimi -1, qeyri-metallarla birləşmələrində isə 1-ci qrup elementləri kimi müsbət 1 oksidləşmə dərəcəsi göstərdiyindən o həm 1, həm 7-ci qrupa aid edilir. Yenə də o maksimum, yəni müsbət 1 göstərir, minimum isə -1. Yəni bu üç elementdə qeyd etdiyimiz qaydaya tabe olmamazlıq var.